Hal-hazırda 5 saat 27 dəqiqədir dərs oxuyuram və bu qədər çox dərs oxumağın gətirdiyi bir problem var ki, fokus olmağı arada itirirsən. Məsələn, 5-ci saatdayam, biraz dincəlim dedim və üstündən 2 saat keçdi o biraz dincəlməyimi. Belə olan fikrimi necə yenidən toplayıram? Sizə qısaca bunu izah eləmək istəyirəm. İlk öncə dərs oxuduğunuz və yatdığınız yer ayrı olmalıdır. Məncə bunu bilirsiniz artıq. Yəni məsələn, divanda ya da yatdığınız yerdə, yatağınızda və mümkünsə yataq otağında belə dərs oxumamağınızı tövsiyə edirəm. Çünki beyin oranı yatmaq, dincəlmək kimi şeylərlə bağladığı üçün dərs fokusunuz orada itə bilər. Məsələn, mən çox vaxt dərsi salonda oxuyuram. Telefonu birinci əlimə yerə qoyuram. Başlayıram nə etməli olduğuma baxıram. Məsələn, esse yazmalıyam. Hansı esse yazmalıyam? Hə, bu mövzuda esse yazmalıyam. Hə, lüğət burdadır. Sonra nə etməliyəm? Başlamalıyam axı. Onda bir belə göz gəzdirim məsələyə deyib, başlayıram bir 2 dəqiqə belə yandan boş-boş vərəqə baxmağa. Beynimi aldadıram ki, elədiyimiz şey sadəcə kiçik bir hissədir. Bunu metod olaraq da dedilər ki, 5 dəqiqəlik hissəsini eləyəcəm. Beyni sadəcə 5 dəqiqəlik bir şey eləyəcəyinə inandıraraq işi başlatmağa məcbur edirsən, başlayandan sonra o davamını gətirir. Bir də sizə bonus bir şey deyim. Mən dərs oxumaq istəməyəndə, amma dərs oxumalı olduğumu biləndə özümə motivasiya verməyə başlayıram. Bildiyiniz, səsli bir şəkildə özümdən danışıram. Eləyərsən, haydi Ülker, 5 dəqiqəlik işdir, sənin əlində nədir ki, ağıllıqsa, həll eləyərsən, 2 dəqiqəlik işdir, gir həll elə falan. Özümü belə qaza gətirirəm və başlayıram dərs oxumağa. Ümid edirəm işinizə yarayar. İndi 5 saatı yüksək daha saatlara qaldırmaq üçün dərs oxumağa geri gedəcəm. Çünki essemi qurtarmamışam. Bu arada gecə yatmamışam deyə bu qədər hiperaktivəm və danışıq problemləri yaşayıram bu dəqiqə. Çünki beynim Allah bullaqdır. Amma bu dərs oxumağıma əngəl deyil. Deyirlər ki, bəs gecə yatmayan necə dərs oxursunuz? Bu da başqa bir videonun mövzusu olsun. Məni izləməyi unutmayın. Hələlik.